Mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla. Axşamınız xeyirli olsun, əziz və dəyərli kitab mütaliəsinin yoldaşları. Qısa olaraq biz bir geri dönüş edək, bura qədər keçdiyimiz yola, biz hardan başladıq? Psixospiritual inkişaf özünə qayıdışın 100 məqamı həm mənəvi, həm də müasir psixoloji mövzuları bir-biri ilə əlaqələndirmək istəyirik bu kitabda və əsas ünvanımız da Xacə Əbdullah Ənsari rəhmətullah əleyhin Səd Meydan kitabından və yaxud da Mənazil-ü Sairin kitabından 1000 il bundan əvvəl yazılmış bir əsərdir, bir kitabıdır. Addımlar və məqamlar deyir ki, insanın bu maddi həyatında gəlib çata biləcəyi bir növ meydanlar. Öncəki səs yazılarımızı ümid edirəm ki, yoldaşlar dinləyirlər, təkrarlayırlar və bir növ biz onlardan üzərindən sadəcə ötüb keçmək kimi yox, hər məqamda, hər meydanda, necə ki, gəmilər limana, sahilə gəlib çatanda ləngər atırlar, biz də ləngər ataq və qalaq. Və qalaq həmin o məqamları, həmin o meydanları öz canımızda, qanımızda və gündəlik həyatımızda bir növ tətbiq edə bilək. Daha sonra çevrilsin bu bizim həyat tərzimizə. Biz bura qədər 7 məqam haqqında danışmışdıq və birinci məqamımız bizim başlamışdı tövbə məqamından və qeyd elədik ki, tövbə həmçində bir şah açarıdır. Bütün bu meydanların hamısı üçün bizə lazımdır. Bundan sonra biz mürüvvət haqqında danışdıq. Mürüvvətin hansı bölümlərdə olur, özünlə necə olur, insanlarla, sosial cəmiyyətlə necə olur və eyni zamanda Rəbbimizlə, Yaradanla hansı formatda olur. Bunlar haqqında danışdıq. Daha sonra inabət mövzusunda işarələr etdik. Düşünürəm ki, İnabət özü də dərin bir tövbə anlayışı idi, dərin bir yanaşma idi ki, biz qorxu üzərindən yox, bəlkə o eşq və sevgi üzərindən özümüz üçün təyin etdiyimiz olmazlarımızı icra edə bilək. Daha sonra fütüvvət haqqında danışdıq ki, fütüvvət bir növ cömərtlik və cavan qalmaq idi, yaşından, cinsiyyətindən asılı olmayaraq necə edək ki, o halı özümüzdə saxlaya bilək. Bir daha təkrar edirəm, bu 100 məqamın hər biri dadılası, yaşanılası və tətbiq olunası bir məqamlardır, meydanlardır. Daha sonra biz iradə haqqında və yaxud da iradət haqqında danışdıq və başa düşdük ki, ümumiyyətlə bizim dildə deyilən iradə ilə mənəviyyat dilində və yaxud da psixoloji bağı olan bu sözün bizim həyatımızda nə kimi təsiri var? Həm dünyəvi cəhətdən, həm axirət yönümlü və həmçində haqq yönümlü cəhətindən. İradət mövzusundan keçdikdən sonra biz qəsd elədik. Dedik ki, bura qədər öyrəndiklərimizi artıq qəsd edirik. Qəsd də bir növ məqsədin təyin olunması idi özümüz üçün. Hər kəs öz missiyasına uyğun, həyatda niyə var oluşunun səbəbinə uyğun qəsdlər edir və məqsədlər edir. Və bu qəsdlər və məqsədlər də bədənə xidmətlə bağlı, qəlbi mərifətlə bağlı və ruhi möhnətlə bağlı idi ki, bunlar haqqında danışmışıq və səs yazıları var. Qəsd məqamından sonra gəlib çatdığımız mövzu səbr mövzusuydu. Və düşünürəm ki, artıq üzərindən bəlli günlər də keçib. Bu bəlli günlərin keçməsinin özü də heç də hikmətsiz deyil, təsadüfi deyil və bu mənim planladığım deyil, yəni. Bəlkə doğrudan da elə səbr məqamı özü ağır bir məqam idi ki, gərək üzərində qalarıq. Çünki gərək səbr eləyək. Səbr eləmədən cihad doğulmur, cihad əmələ gəlmir. Yəni, bir növ həm də bu məqamlar bir-biri ilə sıx bağlıdır, sıx əlaqəlidir. Yəni, lazım məlzum mövzusu ki var. Yəni, əvvəl gərək ilkin məqamlar bizdə həzm olsun və o həzm olmanın nəticəsində biz növbəti bir şəhərə daxil olduq. Yəni, o şəhər tamamlanmadan, sanki bir qapıdan girmişik içəri, növbəti qapıya qədər şəhərin əhatə elədiyi sahə ki var, o sahədə biz gəzməliyik ki, şəhəri tanıyaq, şəhəri bilək. Bu meydanlar da sanki həmin o şəhər misalındadır. Yəni, müxtəlif dillərlə misalını çəkirəm ki, öz düşüncəmizdə oturza bilək. Yəni, tövbə özü bir şəhərdir, özü bir dünyadır. Gərək o dünyanın içərisinə girək və dünyamıza daxil edək, yaşaya bilək və edə bilək ki, hər gün tövbəni ləms edə bilək və dərk edək. Yəni, başa düşərək ki, bu tövbə nə idi, mən niyə görə tövbə eləməliyəm? Və həmçinin də digər məqamlar ki, bu da qədər. Cihad sözü, cahidə, yücahidu, cihad kəlməsi ki, biz indi işarə eləyəcəyik, adətən cihad kəlməsi eşidəndə indi müxtəlif kəsimli insanlar müxtəlif mövzular ağıllarına gələ bilər, müxtəlif şeylər düşünə bilər. İrfani mövzularda, mərifət mövzularında cihad deyiləndə bilirik ki, məsələn, nəfslə olan cihaddan söhbət gedir. Yəni, özünə islahdan gedir söhbət. Adətimiz üzrə biz adətən nə edirik? Bir təriflər veririk, mənalandırırıq. Daha sonra bu üçlü bölgülərlə irəliləyirik və dərk eləməyə çalışırıq ki, cihad ümumiyyətlə nədir? Amma bugünkü görüşümüzü bir neçə nağıllarla, hekayələrlə danışacağam. Çayınız, suyunuz kənarınızda olsun ki, bir yarım saat, 40 dəqiqə sanki bir səfərə çıxırıq, bir yola çıxırıq. Bir hekayədən danışacağım, qeyd elədim. Nağıllar danışırlar ki, adətən uşaqları yatırzırsınlar. Bizim nağıllarımızın məqsədi bu üçündür ki, aqili oyada bilir. Əgər aqil oyana bilsə. İbn Sirin haqqında danışırlar
ki İbn Sirin bir cavan idi, gözəl cavan idi, boylu buxunlu bir oğlan idi. Hətta bəziləri deyirlər ki, Yusif gözəlliyi var idi İbn Sirində, yaraşıqlı bir oğlan idi. Bəzzaz deyirlər, bəzzaz parça satana deyirlər. Yəni bazarda parça satarmış, bir günləri bir qadın gəlir, bu İbn Sirinə deyir ki, mənim həyat yoldaşım evdə xəstədir, sən bu parçalarından bir top götür günən, bir neçə top götür günən, gəl günən o baxsın, gələ bilmir o. Və parçalardan seçsin özünə və parça alaq. Bu bəzzaz oğlan da atır bir neçə top parçanı çiyninə, gəlir bu qadının evinə. Evinə daxil olanda qadın qapını bağlayır və İbn Sirin görür ki, həyat yoldaşdan xəbər yoxdur. Yəni bir növ tələ qurub bu qadın buna və bir məsiyyət, bir günah işə bunu məcbur edir. Qadın deyir ki, əgər mən dediyimi eləməsən, dad çəkəcəm, fəryad çəkəcəm ki, bu oğlan evimə girir və mənə təcavüz eləyir. Bu İbn Sirin deyirlər ki, hekayədə keçir ki, qorxusundan razılıq verir buna, amma icazə alır ki, bir keçsin əyaq yoluna, ehtiyaclarını qarşılasın və daha hazır vəziyyətdə çıxsın. Qadın da razılıq verir və bu daxil olur ayaq yoluna, tualetə və orada üstün başın, bədənin nəcisə bürüyür. Gidir qırağa çıxanda qadın bunu bu nəcasətin içərisində görəndə nifrət və tənəffür hissi ilə bunu qovlayır və evindən atır qırağa. Hekayədə deyirlər ki, bu İbn Sirin haqqında İbn Sirin çıxır küçəyə, deyir ki, dua edir ki, ilahi bir adam mənim qarşıma çıxmazdı, mən bu vəziyyətdə görməzdi, məndən mütənəffir olmazdı, dua edir Allaha. Hekayədə ardınca deyir ki, bu İbn Sirin haqqında bu adamın, bu oğlanın deyir, dünyasını dəyişənə qədər bədənindən özünə məxsus bir ətir iyi gələrmiş. Və həmçinin də bu İbn Sirinə bir elmlər verilir ki, indi qabaqçı elmlər fərqli idi də, məsələn, təbiri xab deyirlər, yuxu yozmaları. İbn Sirinin adı ilə də bu əsər bizim dövrümüzdə də gəlib çıxıb İbn Sirinin yuxu yozmaları fars dilinə, ərəb dillərində qorunub saxlanır hələ də. Bu da onun mükafatı oldu. Mükafat oldu ki, bizə də miras qaldı o hədis. Biz bu hekayələri oxuyanda bir növ o nəfslə mücahidə anlayışın yavaş-yavaş başa düşməyə çalışırıq ki, çünki bəzi insanlara deyəndə ki, nəfsünlə mübarizə apar, məsələn, elə başa düşürlər ki, diyeta saxlamaqdır. Məsələn, deyir ki, mən 5 aydır çörək yemirəm, nə bilim, neçə aydır filan yağlı kabab yemirəm. Elə bilirik ki, yeyib içmək mövzusudur. Amma bu mərifət elmində keçən məsələlərdə vurğulanır ki, indi ola bilər bu dietik məsələlər də harca ibtidai səviyyədə nəfsi cilamaq olsun, amma mərifət elmində deyilir ki, bizim böyüklərimiz deyirlər ki, bunlar İbn Sirinin və yaxud da digər irfan ustadlarının etdiklərinin yanında elə də böyük bir şey deyil ki, sən 3 gün, 5 gün yemək yeməmsən. Həqiqi nəfslə cihad odur ki, insan özündən heç vaxt məğrur və razı olmasın. Həmişə düşüncəsində bu olsun ki, mən nələri az etmişəm, nələri daha çox eləyə bilərdim. Düşünürəm ki, öncəki məqamlarımızla da bunun əlaqəsi var. Xüsusilə də tövbə mövzusu ilə ki, biz deyirdik ki, tövbə buna görə eləyirdik ki, biz daim o ilahi xəttdən, o sıfır nöqtəsindən uzaqlaşırıq. Bizim ehtiyacımız var ki, tövbə ilə qayıdaq sıfır nöqtəsinə. Buna görə həyatımıza da baxanda görürük ki, mən nə qədər az mehribanlıq eləmişəm, az eşq vermişəm, az sevgi ötürmüşəm, az təmənnasız və riyasız, yalnız Allah üçün bir işlər görmüşəm. Doğrudan da baxanda görürük ki, biz nə qədər də az etmişik və bunlar bir növ nəfsi cilalamağa, nəfsi islah etməyə də səbəb olur. Məsələn, Həzrəti Hafizin şeirlərində var ki, məsələn, tərcümə olunanda biz görürük, deyir ki, günah sənin deyir, ixtiyarında olmasa belə, sən yenə də deyir, ədəb yolunu tut inan. Ədəb yolu budur ki, özü günahkar biləsən yenə də. Biz adətən nə deyirdik? Günah məndə olmadı. Dərhal özümüzü hər hansısa bir mövzuda günahsızlığımızı üzə çıxartmaq istəyir, yəni məniyyətimizi təmizləmək istəyir. Həzrət Hafiz deyir ki, ədəb budur ki, sən elə günahkarsan. Yəni öz boynundan atmaq ilə və günahkar olduğu etiraf eləmək ilə bu mənada ki, burada incə mövzular var, incə məsələlər var. Biz əslində bu silsiləvi kitab mütaliəsinə başlayarkən qeyd eləmişdik ki, insana bizim baxışımız 3 bölümdədir. Yəni bədən, zehin və ruh anlayışı. Yəni bioloji cəhətdən, psixoloji cəhətdən və həmçində ruhi və mənəvi cəhətdən bizim bir baxışımız var insan varlığına, insan anlayışına. Bu mövzular ümumiyyətlə psixoloji terapiyanı əvəz etməməlidir. Yəni biz bunları qarışdırmamalıyıq. Hər bir şey öz yerində gözəldir. Yəqin ki, bizim dərslərimizdə və yaxud da təlimlərimizdə iştirak edən yoldaşlar bunun fərqindədirlər, çünki davamlı olaraq biz dərslərimizdə bunu təkrar edirik. Lakin nəzərə alsaq ki, bu səs yazısını dinləyən yoldaşlar hamısı bizim ardıcıl təlimlərimizə iştirak eləmirlər. Ona görə bu nöqtə vacibdir ki, diqqət önümüzdə olsun. Mənəviyyat mövzuları bir növ bizim dünyamızın, bizim bu, əgər özümüzü bir ev təsəvvür eləsək, bizim bu villamızın, evimizin çılçırağıdır, bəzəyidir, gözəl ağaclarıdır, zinətidir. Amma hər hansısa bir fundamental, məsələn, psixoloji bir narahatlıqlar varsa, bioloji bir narahatlıqlar varsa,
Biz bunları həmin o sahədə dərmanını axtarmalıyıq. Bu həm elmi cəhətdən, həm də etik cəhətdən vacibdir ki, bu nöqtəni biz diqqət önündə saxlayaq. Lakin bizim qarşımızı almamalıdır ki, yaxşı, mən onda gərək mənəviyyatdan danışmayam. Elədir? Yəni bunlar bizim ağzımızı yummamalıdır ki, biz ancaq gələk bioloji söhbətlər eləyək, ancaq gələk scientific və yaxud da elmi resurslar əsasında danışaq. Bunlar bizim ağzımızı yummamalıdır. Çünki inanırıq ki, həm özümüz, həm cəmiyyətimiz uzaqlaşmamalıdır bizim milli, mənəvi irslərimizdən. Nə qədər ki, imkanımız çatır. 1000 il bundan öncə mənəviyyat ustadlarımız, irfan ustadlarımız bir əsərlər yazıb qoyublar. Biz necə edə bilərik ki, onlar toz torpaq bağlamasınlar. Onları bugün müasir dünyamıza necə gətirib çatdıra bilərik və bu müasir dünyada necə onları tətbiq edə bilərik? Və bunlar hamısı tətbiq oluna biləndir. Yəni bunların bir-birlə ziddiyyəti yoxdur. Məgər ki biz qarışdıraq, məgər ki biz duanın yerin qarışıq salaq. Ona görə bu nöqtəni vacib idi ki, diqqət önündə saxlayaq, yaxşı, qaldığımız yerdən davam edək. Biz İbn Sirinin misalını çəkdik. Bu anlamdakı istəyirik bilək ki, nəfslə cihad əslində çörək yemədim, yemək yemədim, diyeta saxladım qədər xırda bir məsələ deyil. Bir növ nəfsdən keçmək məsələsidir. Həmçinin bununla bağlı bizim peyğəmbərimizdən də rəvayətlər var ki, bir sıra döyüşlərdən və ağır döyüşlərdən qayıdarkən deyir ki, biz kiçik cihaddan böyük cihada qayıdırıq. Yəni müharibədən qayıdırlar, evlərinə qayıdırlar, elədir? Evlərinə qayıdırlar, hansı ki biz elə bildik ki, cihad elədik, müharibə apardıq, ağır yaralı oldu, nə bilim dünyasını dəyişib, şəhid olanlar oldu. Biz elə bilirik ki, evə çatacaq da rahatlıqdır da, elədir? Amma deyir ki, biz cihad-ı əsğərdən cihad-ı əkbərə gedirik, daha böyük cihada gedirik və soruşanda ki, axı biz düşmənlə bu qədər əlində qılıncla, nə bilim, mübarizə ilə necə ola bilər ki, sən onu kiçik cihad sayırsan? Böyük ustadların, böyük irfan, mərifət yolunun yolcuları bu hədisə baxışları budur ki, əlimizdə bir silah olanda, bir tapança olanda, axır ki bir şey olanda onu başqasına doğrultmaq çox rahatdır. Necə ki biz cəmiyyətdə də biləyik axı, ancaq işarə barmağımız başqalarınadır. Elədir? Ona görə deyir ki, bu işarə barmağı özümüzə döndərmək çətindir. Yəni o silahın ucun özünə döndərmək çətindir. Başqasına döndərmək çox rahat bir şeydir. Özünə zərbə vurmaq, öz üzərində cihad aparmaq çətin bir şeydir və adətən də belə olur ki, məsələn, indi hər dövrdə, hər tarixdə, hər ölkədə bir qarşıdurmalar olur, bir mübarizələr olur, bir döyüşlər olur. Bu döyüşlərdə biz baxıb görürük ki, döyüşdən sonra, müharibədən sonra, yəni o ölkədə məsul olan şəxslər və ya da sıradan olan cəmiyyətin fərdləri öz nəfsləri üzərində cihad etmədiklərinə görə bir sıra problemlər çıxır. Məsələn, bizim öz ölkəmizdə 44 gün müharibədə insanların şövqü, həvəsi necə idi? Amma müharibədən sonra baxırsan, görürsən ki, həm belə deyək də o məsul ki, yetişməli idi, öz vəzifələrini icra etməli idi, həm də bu fərd, yəni mənlər, bizlər ki, bir işlər görməli idik öz islahatlarımız üçün. Bunlar olmayanda baxırsan, görürsən ki, doğrudan da böyük cihad hələ insanın öz üzərində işləməsi idi. Yoxsa gedib silaha sarılmaq, atmaq, vurmaq, bunlar doğrudan da hələ kiçik cihaddır bunun müqabilində. Buna görə məsələn Həzrəti Mövlana da öz şeirlərində, öz əsərlərində davamlı olaraq deyirdi ki, özünüzü deyir xəraş eləyin. Xəraş yəni yontalamaq. Yontalayın, özdə hara qədər yontalayın, son nəfəsə qədər yontalayın. Yəni bu islah yolu, bu öz nəfsi ilə cihad yolu bir limiti yoxdur. Nərdivan deyil ki, deyək ki, biz çatdıq artıq, məsələn 5-ci mərtəbəyə çatdıq və bizə lazım deyil özümüzlə mübarizə aparmaq. Bu yol sonuna qədər, yəni son nədir? Son odur ki, nə qədər ki, bu nəfs mənimləri davam eləməlidir. Böyük irfan ustadlarından yenə də bir neçə mən hekayə deyim. Deyirlər ki, ustadların birinin həyatından oxuyanda istehzar halı var da, ruhun can verən halı. Deyir, bu təkrar deyərdi ki, hələ yox, hələ yox, hələ yox. Elə olur ki, bu dünyasını dəyişmir, yəni qayıdır özünə. Şagirdləri bundan soruşurlar ki, ustad, bəs sən həmin can verən halında bir neçə sözləri təkrar edin. Bu sayaqlamaq idi. Soruşur, nə sözləri idi? Deyir ki, bəs belə deyir ki, hələ yox, hələ yox, hələ yox, bunu təkrar edin. İrfan ustad deyir ki, yox, deyir. Həmin vaxtda deyir, şeytan gəlib dayanmışdı başımın üstündə. Deyirdi ki, qurtardın da mənim əlimdən. Deyir, da yaxı qurtardın mənim əlimdən, da gedirsən. Həmin vaxtda mən deyirdim ki, yox, hələ yox, hələ yox. Çünki nə qədər ki, nəfəs alıram, mənim mübarizəm davam edir. Əslində onun mesajını bizə verir ki, bu yol bir növ ciddi yoldur. Çünki kəlmənin özü və qeyd elədim, kök olaraq cəhd kəlməsindən cahidə, yücahidu, cihad kəlməsi, yəni cəhd eləmək, çalışmaq və dərin çalışmaq və davamlı çalışmaqdır. Yaxşı, Xacə Əbdullah Ənsarinin Mənazilü's Sairin və yaxud da Səd Meydan kitabı bir növ biz də ona bir yeni baxış gətirmək istəyirik, amma orijinal əsərin qorumaq şərti ilə baxıb gördük ki, cihad kəlməsi haqqında bizə bir sıra məsələlər, bölgülər verir. Məsələn, orijinal kitabından götürülmüş bu cümləni sizinlə bölüşürəm, hal-hazırda ekranda
Bu dili bilənlər, ərəb fars dilini bilənlər və yaxud da klassik əfqan dilində yazılıb bu ümumiyyətlə kitab. Deyir ki, bu 8-ci meydan, cihad meydanı səbr meydanından zayət doğular. Yəni əvvəlki meydanlar kimi, necə ki, hər biri bir-birindən, yəni növbəti tövbədən doğurdu, məsələn, inabət və yaxud da səbr doğurdu məqsəddən, eyni zamanda da yəni öncəkindən əmələ gəlir, doğulur bu. Eyni o bizim bir misalını çəkdiyimiz kimi, sanki bu şəhərin daxil olmuşuq, əvvəl bu şəhəri kəzməliyik, sonra növbəti qapısına gedib çıxmalıyıq ki, o meydana daxil ola bilər. Və cihad baz kuşidən əst, yenidən, təzədən, davamlı, həmişə, baz həm yeni mənadır, həm təzə deməkdir, həm təkrar deməkdir. Cihad deməli kuşidəndir, çalışmaqdır, davamlı çalışmaqdır, həmişə çalışmaqdır, ba nəfs, nəfs ilə. Bir, ba div, indi divi də açacaq ki, div nədir? Və ba düşmə. Deməli, bölür 3 yerə ki, biz cihadı nə eləməliyik? Cihadı nəfslə eləməliyik, divlə eləməliyik və düşmənlə eləməliyik. Bu bölgünü bizə verir. Amma əgər orijinal əsərə də diqqət eləsək, görürük ki, biz üçün ilk növbədə gətirəndə ba nəfs kəlməsini gətirir. Yəni nəfs ilə cihad olmalı. Çünki ən vacibi odur. Niyə görə ən vacibi odur? Ümumiyyətlə irəliləyən dəqiqələrdə başa düşəcəyik ki, ümumiyyətlə düşmən də, nəfs də, div də hələ mənim öz dünyamdadır. Məndən xaricdə deyil, məndən kənarda deyil. Bunları dərk edəcəyik yavaş-yavaş Allahın lütfü ilə. Lakin bu mövzuda həssas bir məsələ var ki, o da budur ki, niyə ümumiyyətlə nəfslə mübarizə daha çox çətindir, daha çox diqqətə alınmalıdır? Çünki nə baş verirsə onsuz da içəridən baş verir. O ki, qeyd elədik, bunların bu üç meydanın, yəni həm düşmənlə olan cihad, həm nəfslə, həm divlə olan, bunlar hamısı elə mənim öz içimdə baş verir. Ağacı içindən qurt yeyər, elədir? Yəni hər nə baş verirsə onsuz da o içdən baş verir. Bu üçün diqqət olmalıdır ki, bu içimi mən necə saxlamalıyam. Hətta məsələn bu Həzrət Mövlanın bir misrası var Firon haqqında. Deyir Firon çöldə, yəni qıraqda bütün oğlan uşaqların öldürdü, məhv elədi. Yəni cihad elədi hamı ilə ki, öz postun, öz mövqiyyətinə xələl gəlməsin, əldən verməsin. Elədi. Qafil əzin ki, bundan qafil olaraq ki, öz qucağında böyüdürdü, öz taxtını yıxacaq Musanı. Elədir. Yəni Firon da olsun belə öz qucağında böyüdəcəksən o Musanı. Ona görə biz gərək o evin içərisindən müğayət olaq ki, mən bu evimin içərisində nəyi bəsləyirəm, nəyi saxlayıram. Digər bir ayə budur ki, Fussilet surəsində çox maraqlı bir ayədir ki, düşünürəm ki, bu ayəyə gəlib çatanda ümumiyyətlə biz nəinki bir dəfə, bəlkə bir 10 dəfə, yəni hər dəfə təkrar bunu oxumalıyıq özümüz üçün. Təkrar oxumalıyıq. Ayədə bir neçə həssas nöqtələri var. İndi mən çalışacağam ki, bir-bir hamısını izah eləməyə çalışam. Deyir ki, o kəslər ki, innellezine qalu Rabbunallah. Həqiqətən o kəslər ki, deyirlər ki, bizim Rəbbimiz Allahdır. Elədir? Yəni bir növ Allahı tanıdılar, iqrar elədilər ki, şübhəsiz bizim həqiqətən Rəbbimiz Allahdır. Da qayıdıb çıxıb yatmalı deyil. Yəni belə deyil ki, işimiz qurtardı. O söz var idi ki, əlhəmdülillah mən müsəlmanam, əlhəmdülillah mən Allahı qəbul edirəm. Elədir, belə sözlər var ya. Yəni ibadətim olmasa da, itaətim olmasa da, nə bilim filan şeylər olmasa da, amma mən Allahı qəbul edirəm. Bu ayə həmin o düşüncədə olan insanların islah eləmək istəyir. Demək istəyir ki, yox, belə deyil. Niyə görə belə deyil? Çünki dalıcanda ki, summəs istiqamu, istiqamə və yaxud da istiqamə, qamət kəlməsindən də. Məsələn, biz namazda nə edirik? Namazda deyirik ki, əqimus səlat, həmin bu kəlmədəndir. İstiqamət, yəni bərpa etmək, saxlamaq, yəni qayıdıb gedib yatmaq deyil, qayıdıb gedib öz keyfimi çəkmək deyil, nəfsimin istəklərinə uymaq deyil. Yəni elə ki, həqiqətən biz deyik ki, şübhəsiz bizim Rəbbimiz Allahdır, sümmə istiqamu, sonra gərək biz onu bərpa edək, onu saxlayaq, yəni ibadi və itaət məsələlərimizi icra eləyək. Elə ki, bunları icra elədik, deyir ki, onların üzərinə mələklər nazil olar. Elədir? Tətənəzzəlu əleyhimul məlaikə. Onlara deyir, onların üzərinə deyir, mələklər nazil olar və onlara neçə də kəlmə deyər. Nə deyər onlara? Deyər ki, la təxafu, xov kəlməsindən də bu. Qorxmayın nədən? İnsan nədən qorxur? Gələcəkdən qorxur da. Yəni nə gələcəkdən qorxun və kədərlənməyin, qəmlənməyin, hüzünlü olmayın. Onlara bəşarət verər. Bu tənəzzəlül məlaikə neçə yerdə məsələn Quranda tənəzzəlül məlaikə var da. Biri hardadır? Biri Qədr gecəsindədir. Deyir ki, İnna ənzəlna fi leylətil qədr və ma ədraka ma leylətil qədr, leylətil qədr xayrun min əlfi şəhr. Tənəzzəlül məlaikə, yəni o gecə nazil olar mələklər. Bir Qədr gecəsində deyir.
Bu mələklərin, yəni sual verirəm, düşünək yəni bunun üzərində. Məsələn, Quran nazil olur Qədr gecəsində. Qədr gecəsi Ramazan ayındadır, elə deyil? Sual budur ki, Qədr gecəsi, yəni Ramazan ayı əzəmətli idi ki, Quran kimi əzəmətli bir kəlimətullahı özündə yer verdi. Birinci sualım budur, özünüzə yaddaş eləyin. Yəni düşünək, bunun üzərində düşünək. Yəni Ramazan ayı idi ki, o qədər əzəmətli idi, kəlimətullah, yəni ilahi kəlam o ayda yer tapsın, yoxsa Quran idi ki, o qədər əzəmətli idi ki, Ramazanda nazil olduğuna görə Ramazanı mübarək elədi. Yaxşı, bu sual üzərində biz düşünək. Mən də öz fikrimi deyəcəm təbii ki. İndi adətən səbəb və nəticə və yaxud da illət-i mə'lul mövzularında, yəni hansının əzəmətinə səbəb olduğu mövzularında biz düşünərkən baxıb görürük ki, deyir ki, insan qəlbi Qədr gecəsindən də, Ramazandan da daha əzəmətlidir. Əzəmətlidir ki, o qəlbə nazil olur həmin o mələklər, həmin o ilahi simalar və həmin o kəlimətullahlar. Ayə deyir ki, elə ki siz Rəbbinizi iqrar elədiniz. Dediniz ki, şübhəsiz ki, mənim Rəbbim Allahdır. Ondan sonra da gedib yıxılıb yatmırsınız. İştahat eləmirsiniz, bəlkə istiqamu, bəlkə onu bərpa edirsiniz, yəni davamiyyət göstərirsiniz, yəni fütuvvətiniz, iradətiniz, qəsdiniz, tövbəniz, həmçində cəhdiniz və cihadınız olur bu yolda, ibadət və itaətlə və yüz meydandan ki danışacağıq. Belə olan təqdirdə o qəlbə deyir, mələklər inir, o insana mələklər nazil olar və onlara deyər ki, o insana deyər ki, qorxmayın və kədərlənməyin. Yaxşı. İndi biz istəyirik bilək ki, biz necə edəcəyik ki, bu cəhdi, bu cihadı gündəlik həyatımızda tətbiq edək. Əvvəl başa düşək ki, bu cihad nədir? Şeyx Ənsari rəhmətullah əleyh cihad haqqında 3 dənə məna verir. Deyir ki, elə ki biz səbr elədik, səbr ümumiyyətlə kimya deyilən bir anlayış var da. Məsələn, Paulo Coelho'nun belə bir kimyagər əsəri var. Kimya ümumiyyətlə qədim deyir o, dədələrimiz, babalarımızın dövründə insanlar var idi ki, təbiətin və təbiətin içindəkilərin dilini bilirdilər və o darla, o bitkilərlə, o məlhəmlərlə bir kimyalar düzəldərdilər ki, dərdlərə məlhəm olardı. Və bu adilə kimya. Səbr ümumiyyətlə mərifət elmində bütün kimyaların, bütün şəfaların şahı sayılır. Səbr eləmək. Elə ki biz səbr elədik, çünki nə deyir? Deyir ki, səbirdən doğar cihad və yaxud da cəhd özünlə işləmək. Elə ki biz səbr elədik və göstərdik qəsdimizə doğru istiqamət aldığımıza görə, daha sonra niyyət mövzusuna danışdıq. Bu səbrimizi göstərə bildik. Yəni səbrin meyvəsi cihadla əmələ gəlir, cəhdlə əmələ gəlir. 3 baxışda biz bunu araşdıracağıq. Nəfslə, düşmənlə olan cihad və divlə olan cihad kimi başa düşək bunlar necə gedir. Amma bunlara keçmədən öncə bir parantezdə açım. İmam Qəzzalinin insanın təbiəti haqqında yazdığı bir əsər var. İhya-ul Ulumiddin kitabın adıdır. Qəzzali orada deyir ki, insanda müxtəlif meyillər var. Bunlar da niyə önəmlidir? Bu çünki cihad kəlməsinin əslində harda işləndiyini başa düşə bilək. Yəni bu üçün insan təbiətində başa düşək ki, bizdə hansı meyillər var, təmayüllər var. İmam Qəzzali deyir ki, İhya Ulumuddin kitabındakı bir vəhmi meyillər var. Vəhmi o heyvanlardan gedir ki, belə deyək də, maldır, qaradır, qoyundur, ondan sonra keçidir, axır ki toyuqdur, düzədir. Yəni yırtıcı olmayan heyvanlar. Belədir, yəni otdan, bitkidən yeyənlər. Məsələn, onlar da yemək içər, yeyərlər, içərlər, yatarlar. Bir meyillər var, bunlar səbu adını qoyur. Səbu yırtıcı heyvanlara deyilir. Məsələn, canavardır, pələngdir, şirdir. Onlar həm vəhmi olar, vəhmi meyillər olar o heyvanlarda. Yəni onlar da həmçinin yeyərlər, içərlər, yatarlar. Həmçinin o heyvanlarda kin də, həsəd də olar. Onlarda kin də, həsəd də deyir, olar. Parçalama və yırtıcı meyillər. Deyir, bu iki meyil birləşəndə, bunu Qəzzali deyir, çox vacib bir nöqtədir əslində bu. Deyir, bu iki meyil birləşəndə ki, insan əslində bütün bu meyillərin hamısı var. Orada bir 5-6-ya yaxın meyillər sayır həmin kitabda. Mən də əsas bu ikisindən bizə lazım olan bunlardan danışırıq. Deyir, insan bunların tərkib hissəsidir. Yəni insanda həm o vəhmi, yəni yırtıcı olmayan heyvanların vəhmi meyilləri var, həm səbu olan, həm yırtıcı meyillər var ki, yəni kini, həsədi, küdurəti, belə yəni zərər vermək istəkləri də var insanda. Deyir, elə ki bu iki meyil insanda birləşdi, bir növ divdən ki burada söhbət gedir. Divi əslində irfancıda şeytan kimi də adlandırırlar və o şeytanı həm də nəfsin bir bölməsi kimi, nəfsin sanki iki üzü kimi qiymətləndiriblər. Yəni həmin o qaranlıq üzü kimi ki, işarə edəcək. Deyir, sanki şeytanın açıb qapını içəri girdiyi hissədir ki, bu iki meyillər formalaşanda, yəni yemək, içmək, yatmaq və yaxud da kin və həsəd birləşəndə, şeytan deyir, bunlara bir şey verər. O da nədir? O da hilədir, hiləgərlik.
Deyir, elə ki sizə kin və şəhvət, vəhm və səbu arasında növbəti deyir sizə hiyləgərliyi də şeytandan deyir aldısa, ondan sonra ona görə Peyğəmbərin hədislərində var, deyir ki, cənnət əhlindən deyir, çoxsu deyir, saf insanlardır. Kəlmədə orada sadəlöv kimi gətirir hədisin orijinalında. Yəni hiləsiz olanlar, saf olanlar, cənnət əhlidirlər deyir. Elə ki o hiyləgərlik girdi o aramıza bizim, içimizə bizim. Ondan sonra başlayırıq hesab kitab eləməyə. Biz necə eləyək ki, öz mənfəətimiz üçün bir işlər görək, mənfəət tələblik eləyək. Deyir bir Allah bəndəsi, o övliyaullahlardan biri bir gün şəhər cəmaatı üçün söhbət eləyir. İndi mərkəz yerdə varmışlar, deyir orada yığılarmışlar, söhbət eləyərmişlər. Deyir orada söhbət eləyir, qalxır deyir hündür bir yerə ki hamını görsün, danışır ki ay cəmaat, gəlin sizə vacib bir nöqtədən danışam, çox həssas məsələdir. Hamı da yığılıb, bütün şəhər cəmaatı yığılıb başına. Deyir bax, çox ehtiyatlı olun. Bu ki ətraf kəndlərdən gəlirlər, süddən, qatıqdan gətirirlər kəndli cəmaat bizim şəhərə. Ehtiyatlı olun ki sizi aldatmasınlar. Bu şəhər cəmaatı başlayırlar gülməyə ki, sən nə danışırsan? Kənd cəmaatı, bədəvi cəmaat bizi alırlar. Biz olan başına torba tikirik. Yəni bu övliyallah deyir ki, əhsən deyir. Mən də elə bunu demək istəyirdim ki, avam cəmaatı aldatmayın. İstədim ki, öz dilinizlə deyəm. Sizin aldatmağınız ən güclü hiylə quran, məkr edən sizin Rəbbinizdir. Elədir, sizin Rəbbinizdir. Yəni siz ondan daha da hiyləgər olmayacaqsınız. Eybi yox, Allahla 5 manat, 10 manat sizi aldatsınlar, amma o 5 manat, 10 manatın başqasını aldatmağın əvəzi sizin qat-qat daha ağır olacaq. Başqa bir hekayədə deyir ki, bir yenə də kətçi var imiş ki, bu kərə yağları düzəldərmiş. Dərslərimizdə bu misalı mən çəkmişdim. Çox maraqlı bir hekayədir. Deyir ki, bu qabaqlar nehtələrin içərisində sirkələyərmişlər. O süddən yağı ayrılsın. O qədər sirkələyərmişlər ki, ta yağla o ayran bir-birindən ayrılsın, topa-topa olarmış və hələ topa-topa da satarmışlar. Adətən yumru-yumru topalar olar. Elədir. İndi də yəqin ki var. İndi düzdür, biraz pastörizə olub, qutu halında gətirilir, amma orijinal təbii məhsullar, yəni kətçinin məhsullarına baxsınız, o kərə yağlarda da topa-topa balaca olarlar. Deyir bu kətçi bu yağları gətirib bir kənd dükanına satanda deyir ki, bəs 1 kilo yağım var, satıb əvəzində nəsə alacaqmış da. Bu şəhərdəki bu dükançıya satıb əvəzində şəkərdən, qənddən, nə bilim mərzidən zaten alacaqmış. Dükançı bunu çəkir, görür ki, bu 1 kilo adı ilə verdiyi 800 qramdır. Daha fəryad edir ki, bəs sən məni alladırsan, fırıldaqçılıq eləyirsən. Günahdır, başlayır səsini qaldırmağa, cəmaət etməyə, bax, məni alladır, gəlib mənə 1 kilo adı ilə 800 qram mənə yad satır, yəni çəkidə alladır. Kəndli deyir ki, əziz qardaş deyir, mənim deyir, kənddə yaşayıram, mənim tərəzim zadım yoxdur ümumiyyətlə. Mən deyir, tərəzim, hər dəfə gəlib səndən aldığım bu şəkər qənd ki var, 1 kiloluq. Mən deyir, tərəzim olardı, qoyuram deyir, bir gözünə, onu ağırlığı da eləyirəm. Yəni, əslində demək istəyir ki, mənim yağım əksi idisə, o deməkdir ki, sən mənə əskik vermisən. Yəni, başqasına hiylə qurmağın nəticələri o cəmiyyətdə də öz mənfi təsirlərini gətirib göstərək, qaydada çatacaq özümüzə bir yollarla üzə çıxacaq ki, hiyləgərin əslində və aldatmağın əslində əsası səndədir. Bu İmam Qəzzalinin bu dediyi mövzu ki var, İnsan təmayülləri, yəni həm vəhmidir, həm səbudur, yəni həm yırtıcı olur, həm adi məsələdir. Deyir ki, ehtiyatlı olun ki, düzdür insan yeməlidir, içməlidir. Amma elə yeyinən ki, yeməyinin qədəri sənin əlində olsun, istirahətinin qədəri sənin əlində olsun. Çünki şeytan, həmin o div dediyimiz, o vasitə ilə sənə nüfuz edə bilir. O vasitə ilə sənə daxil ola bilir və sənə o hiləni, sənə o kələyi verə bilir. Əgər sən yeməyində həddü bilməsin, istirahətində həddü bilməsin, yəni o vəhmiyyatlar ki var, canlı aləminə məxsus olan və biz insanlarda da var, riayət eləməsi təbdil olacaq, əlavə olacaq hiyləgərliyə və yalançılığa. Yaxşı, gələk çıxaq indi biz bir növ mövzumuzun üzərinə. Deyir, düşmənlə cihadla birinci bölgümüzdən başlayaq. Mən nəfsi ortaya qoymuşam. Keçək orijinal əsərə qaydaq burada, əvvəl baxaq burada. Və cahədu fillahi həqqən cihadə. Bu ayəni gətirib Hud surəsi olmalıdır. Əgər yoldaşlara sonra baxarlarsa, buradan bir ayə gətirib ki, deyir, cihad edin Allah üçün və haqqı ilə. Burada haqqı ilə çox həssas məsələdir, haqqı ilə cihad eləyin. Yəni haqqı ilə cihad eləyin əslində o demək istəyir ki, ixlaslı və davamiyyətli cihad eləmək lazımdır. Yəni istər daxilində, istərsə də xaricində Allah üçün xalis olmalıdır bu xalislik. Ən mühüm şərt, yəni davamiyyətin ən xüsusi vurğulanan nöqtələrindən biridir. Yəni bir an belə qafil olmamalısan. Adətən bu əskərlik mövzularında tapşırıqlardan biri bu olur ki, ön cəbhədə olanlar üçün, düşmənlə üz-üzə olan səngərlər üçün o posta çıxanlara tapşırırlar ki, sən həmişə eyni nöqtədən qayıtma. Eyni nöqtəyə gedib qayıtma. Onlar bir trayektoriya üzərində hərəkət edirlər. Deyir, düşmən oradan baxır, məsələn, nizamlaya bilər ki, bu harada dayanacaq, orada səni vura bilər, sənə nüfuz eləyə bilər.
Ona görə deyir, sən ayıq olmalısan. Məsələn, əgər bir dəfə 3 addım atırsansa, bir dəfə 5 addım at, bir dəfə 2 addım at. Elədir. Bir dəfə 1 saniyə dayansansa, bir dəfə 3 saniyə dayan. Bir növ bu ixlaslılıq, bu haqqla mübarizə aparmaq bir fərqində olmaq tələb eləyir, bir agahlıq tələb eləyir, bir ixlaslıq tələb eləyir ki, imkan verməyək ki, bizə oradan nüfuz eləsin, nəfs oradan bizə nüfuz, yəni davamlı nəzarət üzərində olmalıdır. Düşmənlə cihad burada gəlir bizə başlayır kodlar verməyə. Deyir ki, cihad deyir 3 növdür. Düşmənlə betiğ, nəfslə biqəhr, badiv və səbr. Burada artıq biz daxilləmişik biz öz cədvəlimizin içərisində. Düşmənlə cihad necə olmalıdır? Düşmənlə cihad hansı formada olmalıdır? Deyir betiğ. Tiğ yəni soyuq silahdan gedir də, yəni bir vəsilədən gedir ki, indi qabaqlar tövsiyə edirlər ki, uşaqlarınıza qılınc oynatmağı, at çapmağı, ox atmağı öyrədin, elədir. Müasir dünyamızın da məsələsi budur ki, lütfən burada olan yoldaşlar dinləsinlər, daha sonra dinləyən yoldaşlar da, xüsusilə də valideynlər dinləsinlər. Həm özləri üçün, həm də övladları üçün. Müasir dünyamızın məsələlərindən biri budur ki, indi düzdür, idman hərəkətləridir, özün müdafiədir, bunlar hamısı öz yerində, yəni bir növ sağlam şəkildə bir düşmənlə, hətta zahiri düşməndən göstərik. Olsa və yaxud da olmasa, bir insanın sağlamlığı üçün özünün müdafiəsi lazımdır da, elədir, qorunması. Müasir dünyamızda olan məsələlər nədir? Müasir dünyamızda olan məsələlər budur ki, sən öz hüquqlarını bilməlisən, konstitusiya məsələləri bilməlisən. Yəni icazə verməməlisən ki, səni düşmən, yəni kənarda olan, hətta təsəvvür edin kənardakı düşmən, bir vasitələr hazırlamalısan ki, o vasitələrlə qoruna biləsən. Yəni müasir dünyanki top tüfəng deyil ki, indi düzdür, deyir o son dönəmlərdə yenə də qaytarıblar bədəviyyat dönəminə bu bəşəriyyəti, ümumiyyətlə demokratiyanı, insanlığı. Amma inanırıq ki, bunlar islah olacaq, bunlar hamısı zülm əbədi olan bir şey deyil ki, nə zülm əbədi olandır, nə zalimlik sifəti. Bunlar hamısı öz yerini tapacaqlar. Bizim istəyimiz budur ki, biz necə edək ki, dövrümüzün vasitələri ki var, əvvəllər qılınc idi, qalxan idi, ox idi. Bu günlərdə məsələn elmdir, informasiyadır, məlumatlanmaqdır, hüquqların bilinməsidir, konstitusiyanın öyrənilməsidir. Elədir. İstər ölkə daxili, istər beynəlxalq hüquqların bilinməsidir. Bunları həm öyrənib, həm də gümrah şəkildə bir növ bunları müdafiə eləməliyik. Deməli, düşmənlə olanda olduğu nə ilə? Həmin o bir vasitələrlə ki, indi qılıncdır, simvolik olaraq, yaxud da müdafiədir, haqq tələblidir. Ki, bu özü də bölünür 3 hissəyə. Ki, bunlar bir-bir asacaq. Nəfs olan cihad bir növ psixoloji səviyyədir əslində. Nəfslə cihad həm də mərkəzdə axı. Deyir ki, nəfsə zam etmək lazımdır. Nə ilə zam etmək lazımdır? Orijinal əsərdə də bunu gətirir və mən də onu qoruyub saxlamışam. Qəhr kəlməsindən gətirir. Qəhr və yaxud da qəhhar sifəti ki var, elədir. Məsələn, Allahın da adlarından biri nədir? Qəhhar olmaqdır. Və nəfs be qəhrdir. Deyir, nəfslə qəhrlə mübarizə apara bilərsən. Qəhri necə başa düşə bilərik biz və yaxud da qəhhar sifəti necə başa düşə bilərik? Yəni, həmişə qalib olmaq. Məsələn, evdə 10 yaşında, 12 yaşında övladım var, atası ilə həmişə gəlir qapışır, məsələn, güləşir. Amma bilir ki, özü də bilir ki, qapışsa da həmişə yıxan atasıdır. Və yaxud da bir şagird bilir ki, hər hansı məsələn idman növündə və yaxud da hər hansı bir mövzuda, məsələdə bilir ki, ustadı həmişə ondan daha güclüdür. Allahın adlarından da ona görə budur da, Allah qəhhardır. Elədir? Və yaxud da qahirədir. Allah qəhhardır ona görə ki, bütün məxluqlar üzərində bir qalibiyyəti var, bir üstünlüyü var. Nəfslə mübarizən deyir, cihad nə olmalıdır ki, o nəfs başa düşməlidir ki, sən qəhharsan. Yəni, həmin o ata misalı bir uşaqsın. Yəni, həmin o ustad misalı bir şagird üçün. Sən qəhhar olmalısan nəfs üçün. İndi necə olmalıdır, burada açacaq. Üçlü bölümlərdə açacaq. Daha sonra 3-cü mövzuda divlə cihad haqqında danışarkən vurğulayır ki, bunu həm də digər irfan ustadlarımız div kəlməsini şeytan kəlməsi ilə də bərabər tuturlar. Bir o divlər, hər nağılda bir divlər olur da, elədir. Məsələn, bizim də nağıllarımızda, ümumiyyətlə şərq nağıllarında bir təpəgözdən, bir divdən söhbət gedir. Elədir. Divə gəlib çatanda Məlik Məmmədin nağılında necə idi? Yəni, o biri qardaşlar uda bilmirlər də, elədir. Yatırlar, qalırlar. Amma Məlik Məmməd məsələn yatmır. O yatmamaq nəyin işarəsidir? Deyir, divlə mübarizə şuur səviyyəsi, mən adını daha doğrusu belə qoymuşam, çünki vasitəni səbirlə ölçür, bir növ şuurlu dözümdür bu. O səbir lazımdır divlə mübarizədə. Şuur səviyyəsi istəyir. Həm də bizim Məlik Məmməd kimi ki, barmağın kəsilir ki, yatmasın, oyaq qala bilsin. Şeytanın ümumiyyətlə işlərindən biri budur ki, yəni həmin o divin işlərindən budur ki, tələsdirsin. Çünki əl-insanu əculun da, insan əcələ eləyəndir, tələsən bir varlıqdır. Yəni, sanki bizim deytamızda qoyulub bu. Yəni, bir neçə əpşenlər qoyulub, bir neçə xüsusiyyətlər qoyulub, bu əşrəfül məxluqda, elədir. Onlardan da biri tələskənlikdir.
Şeytanın da işlərindən biri budur ki, gəlsin səni tələsdirsin. Və buna görə də, məsələn, bir sıra məsələlərdə, hətta məsələn, ailə münaqişələrində, övlad valideyn arasında olan münaqişələrdə, tövsiyə və yaxud da digər ictimai fəaliyyətlərimizdə, qərarlarımızda, vacib qərarlarımızda bizdən istənilən budur ki, hisslənərək ani qərar verməklə. Məsələn, bilirsin, nələr tövsiyə olunur? Məsələn, deyir ki, gələrmişlər böyük irfan ustadlarının yanına, məsələn, bu ciddi ailə münasibətləri ilə bağlı ki, mən bu qadını istəməmişəm, təlaqını verəmişəm, boşanam. Qabaqlar tövsiyə edərmişlər ki, indi də yəqin ki, riayət olunur məsələlərə. Məsələn, vaxt verilir ki, get bir neçə gündən sonra gəl. Çünki o bir neçə gün önəmlidir. İndi bu günlərin mindfulness texnikalarında, məsələn, müasir psixologiyada deyirlər ki, məsələn, ona qədər sayğına. Məsələn, ona qədər say, sonra məsələn, hər hansısa bir məsələni deyərsən. Qısa olaraq demək istəyir ki, tələsmə də. Çünki şeytanı ki, tələsdirmək də axı, əlbəttə səbir daha geniş anlamda biz öncəki bölümdə vurğulamışdıq. Yəni, tələsərək verəcəyin qərarlarla sən düşəcəksən həmin o təliyə. Sənin cəhdin və cihadın budur ki, həmin o divlə, həmin o divlərlə, bu divlər istər nəfsani istəklər olsun, qərizələr olsun və yaxud da qıraqdan tətikləmələr olsun, bunlar hamısı səbirlə mümkündür. İndi bunları bir-bir açacağıq, daha sonra İbn Ərəbinin nəzərinə gətirmişəm ki, mən bunları da işarə eləyəcək ki, uyğunlaşdıra bilək, daha da yaxından həzm edə bilək. Amma gəlirik birinci məsələnin üzərinə, hansı ki, düşmənlə olan. Bir düşmən səviyyəsində olan, yəni düşmənlə cihadının 3 növü var ümumiyyətlə. Bir kuşəndədir. Kuşəndə yəni çalışan, əməl eləyən, xəstə və koşdə. Xəstə ki, birlikdə yorğundur, koşdə də ki, ölməkdir. Deyirsən, əgər düşmənlə cihad eləsən, yəni haqqını tələb eləyə bilirsən. Bir Allah deyək ki, sən öyrənməlisən bugünkü dünyamızın xüsusiyyətləri nədir, məsələləri, ehtiyacları nədir? Konstitusiya hüquqları bilməlisən. Yəni əşəyə neynəməyə heç nə oldu yox. Yəni mənəviyyat əslində bizə demir ki, sən tərəfsiz olmalısan. Sən deyir ki, haqqı almalısan. Haqqı alandan sonra bağışlaya bilərsən. O sənin digər məsələndir. Amma sən mövqeyi bildirməlisən. Elədir. Bir tərəflik söhbət yoxdur ki. İbrahim əleyhissalamın hekayəsini ki danışırdığı, o balaca quşlar belə dimdiklərini gətirib su tökürdülər də, elədir. Yəni öz mövqeyini bildirirlər. O mövqeyi bildirmək önəmli məsələdir. Yəni bildirir ki, biz hansı zümrədənik, hansı xəttdəyik, hardayıq, harda olmaq istəyirik. Yəni biz münasibətlərimizdə, ümumiyyətlə davranışlarımızda, övladlarımıza da bunu öyrətməliyik ki, necə eləsinlər ümumiyyətlə öz haqlarını, hüquqlarını bilsinlər. Nədir? Haqların hüquqları, yəni həssas məsələlərimizdən biri budur bu günlər. Döyüşlərdə ümumiyyətlə belə bir şey var da, bir qrup olur, məsələn 5 nəfərlik, 10 nəfərlik, əvvəl gedirlər kəşfiyyata. Gedirlər, kəşfiyyat edirlər, qayıdırlar, gəlirlər. Nə döyüşürlər, nə belə deyək də yaralanırlar, nə də ki bir hadisə baş verir. Gedirlər, işlərini görürlər, qayıdırlar. Bu birinci kuşəndəni o formada başa düşə bilərik. Yəni öz etirazını elədi, indi haqqını aldı, almadı, axır ki, işin gördü. Yəni bunun işi buydu, bunu gördü. Bu birinci levelidir. Yəni öz mövqeyini bildirdi. Bəziləri var ki, bu yolda xəstə olarlar. Deyir, xəstə olanlara deyir, birincisinə deyir, əcir verirlər, məəcur yəni əcir verirlər. Onlar deyir, yəni o adam ki, öz sözünü dedi, etirazını elədi, amma üzərində qalmadı, elədir. Üzərində qalmadı və keçdi getdi. Belə deyil ki, onun əcri yoxdur, onun da əcri var. Amma deyir, ikinci dəstə getdilər və bu yolda yorğun düşdülər, yəni mübarizə apardılar, düzü axırına gəlib çıxa bilmədilər, zərər görən tərəf oldular. Amma deyir, onlar da bağışlanırlar. Yəni bəzən biz bu mübarizədə, bu düşmənlə mübarizədə ola bilər ki, etirazla öz hüquqlarımızı müdafiə edək və çəkilək və əcrimizi alacağıq. Bu əcr də o demək deyil, tərəf sənə illah da o versin sənə. Elədir. Ola bilər ki, o tərəf heç sənin haqqı vermədi. Bizim bir karmatik qanunumuz da var da bu kainatın. Yəni o sənə dəymiş ziyan bəlkə də başqa vasitələrlə gəlib çatacaq. Amma sən dayanmadın, sən öz etirazı elədin, yəni kuşəndə oldun, çalışqanlığı göstərdin və öz əcrini də alacaqsan. Əgər o yolda özü gördün, yəni çalışdın, səy göstərdin, amma axırına sanki çıxa bilmədin, bir zərər də gördün. Narahat olma, sən yenə də bağışlanacaqsan. Yəni sən yaralansın da, cambaz olsun da, bir növ qazi olsun da, sən bir mükafatları alacaqsan. Bəziləri deyir, bu yolda deyir, ölürlər və şəhid olurlar və özlərini fəda edirlər. Yəni o qədər həmin o düşmənlə cihadda mübarizə aparırlar ki, bu yolda şəhadət şərbətində içirlər. Bu olur birinci düşmənlə olan cihadın mərhələsi ki, bizə həm etiraz haqqını verir, həm o yolda bir sosial psixoloji bir məsələ verir ki, biz mövqeyimiz uğrunda bir sosial cəmiyyət yaranmalıdır. Elədir. Yəni cəmiyyət fərdlərdən təşkil olunur. Fərdlər öz hüquqlarını, haqqlarını tanımalılar və o haqqlar uğrunda da addımlar atmalılar. İndi bəziləri bir etiraz eləyəcəklər, bəziləri o yolda yaralı düşəcəklər, bəziləri isə o yolda canlarından belə keçəcəklər. Yəni canlarından belə keçməyə hazır olacaqlar. Sonra vurğulayır ki, keçir digər bir məsələyə, üzərində çox qalmayacağam mən. Psixoloji səviyyə nəfslə olanda,
3 məsələ gətirir. Övtadlar, əbdallar və əbrarlar. Bunlar önəmli əslində kəlmələrdir. Övtad kəlməsi sabit, əslində vətad kəlməsi mismara deyilir. Məsələn, Quranda da bu kəlmə keçir. Əvtada kəlməsi Quranda keçir. Məsələn, dağlar haqqında, ağaclar haqqında danışanda deyir ki, bunlar deyir yerin əvtadıdır. Yəni həmin o mismarlarıdır, mıxlarıdır. Yəni yer, bu ekosistem bir sıra səbəblərdən dözümlü qalır, yəni ayaq üstə qalır, sabitləşdirəndir. Əgər deyir nəfslə qəhr üzərində, yəni sən öz ustalığı o nəfsə davamlı göstərsən, əvtadlar kimi. Yəni öz yolunda sabit qədəm qalsan. Bəzi insanlar var deyir, əvtaddılar. Əvtad yəni həmin o mismarlar ki, yer üzərinə vurulan mismarlar kimi. Bu nə deməkdir? Bu o deməkdir ki, bir adam həm təbiətlə, həm heyvanlarla, həm insanlarla o qədər birləşib, bərabərləşib ki, icazə vermir ki, məndən, mənim nəfsimdən bu təbiətə ziyan gəlməsin. Yəni olub bu ekosistemin özü. Olub bu dünyanın bir parçası ki, hansı ki o dağlar kimi, ağaclar kimi yerin mismarlarıdır, yerin sabitləşməsi səbəb olar. Sən də olsan həmin o daxili dayaqlardan biri, o sütunlardan biri. Olsan övtad sifatında. Necə ola bilərsən? Qeyd elədiyimiz kimi. Bax gör ağac necədir, dağ necədir? Necə təmənnasız olaraq bizə xidmətdədir. Əbdallar bədəl kəlməsindən də əbdal, yəni dəyişmək. Amma bu sadəcə bir dəyişməkdən getmir də burada söhbət. Buradakı əbdal kəlməsi həm özünü dəyişdirə bilir, həm də başqalarını dəyişə bilir. Mübəddil kəlməsi elədir. Məsələn, ən gözəl dəyişdirən Allahdır da. Ya müqəllibəl qulub, ya müdəbbirəl-leyl və-nəhar. Ən gözəl mübəddil də Allahın özüdür, təbdil eləyən, dəyişən. Biz də eləyə bilərik ki, necə edim mən həm özümü dəyişə bilim gözəlliklərə görə, məndən yaxşı davranışlar çıxsın ancaq. Və həmçində ətrafımda bunu bir ətir şüşəsi kimi, ətir şüşəsindən ətir yayılar da. Yəni o mübəddəl sifətindən də ancaq ətrafında bunu yayasın. Bunu çatdıra biləsən insanlara. Daha sonra əbrar kəlməsindən danışır. Bu əbrar kəlməsi fars dilli sözlərdə bir kəlməsi kimi, bəl kəlməsi kimi və bor kəlməsi kimi 3 fərqli kəlmələrdə şeiriyyatda da keçir. Əbrar kəlməsi dəyərdən gedir söhbət və dəyərlərin birləşməsindən gedir. Və o dəyərlərin birləşməsi, o qiymətlərin, əbrarların birləşməsi mübarizə edənin xislətinə çevirir ki, davamlı çalışqanlıq olsun. Biz deyir, nəfslə mübarizə aparanda elə ki, qəhhar sifətin üzərimizdə, yəni nəfsin üzərində qəhhariyyətimiz olsun, lazımdır ki, biz həm övtad olaq, yəni məndən bu təbiətə ziyan gəlməsin. Mənim vücudumdan, varlığımdan nə insana, nə təbiətə, nə heyvanına ziyan gəlməsin, bəlkə ekosistem kimi mən də xidmət göstərim onlara. Yəni can olum onlara, nəfəs olum onlara. Həmçinin həm özümü davamlı olaraq dəyişə bilim, mübəddil ola bilim, dəyişə bilən ola bilim. Həm özümü, həm də cəmiyyətimdə buna çalışan olum. Və həmçində əbrar olum. Yəni davamlı öz üzərində çalışan, davamlı mübarizəsin nəfsi üzərindən silahın əlinə yerə qoymayan. O bayaq ki, hekayələr danışırdığı Arifin misalın. Hələ yox, hələ yox, hələ yox. Yəni ölənə kimi bu yola davam eləsin. Elədir, bu yoluna davam eləsin. Gəlik sonuncu bir növ mərhələmizə. Sonuncu mərhələmiz də əslində çox həssas bir mərhələdir. Əgər deyir, həmin o divlə mübarizə aparmaq istəyirsənsə, ona şuur səviyyəsində apara bilərsən və səbirlə apara bilərsən. Bu şuur səviyyəsində birinci mənzilimiz bizim elmdir. Bu elmdə müqərrəblərə aiddir. Bir elm var. Elm fərqli bir mövzudur. Burada gedən elm lədunnidən gedir. Yəni burada gedən elm oxumaqla, nə bilim, bizim əvvəlki mövzularımızda da var idi. Yəni artıq elə bir levelə gəlib çatırsan ki, məsələn Allahın sifətlərindən Allah əlimdir, elədir. Amma Allah fəkir deyil, yəni fikirləşən deyil. Bu elm fikrin məhsulu deyil, zehnin məhsulu deyil bu elm. Bu elm lədunnidir. Bu elm həmin o elmdir ki, o hekayədəki parça satan İbn Sirinin misalını çəkdim ki, bir elm verilir ki, yuxuların təbirini bilir. O elm ki, Rəcəbəli Xəyyata verilir. Elədir? Yəni o elmdən gedir söhbət. Bu elm də səbirlə əldə olur. Yəni sən o qədər o nəfs qapında, qəlb qapında keşiy çəkirsən ki, Məlik Məmməd olursan ki, Məlik Məmməd indi o almanın keşiyini çəkirdi. Sən isə o qəlbin keşiyini çəkirsən ki, o qəlb Allahın evidir. O qəlb bildiyin bütün müqəddəslərin fövqündədir.
Yəni əvvəl bilirsin müqəddəs şeylər sayılır. Məsələn, Quran kimi, məsələn, mübarək aylar kimi, məsələn, Kəbə kimi. Sonra bizə deyilir ki, bütün bu müqəddəslərin hamısından müqəddəs olan bax sənsən və sənin qəlbindir mənim üçün. Yəni sən Kəbədən də müqəddəssən, sən o mübarək aylardan da və o mübarək kitablardan da daha üstünsən mənim üçün ki, mən ora nazil oluram. Elədir? Və sən həmin o Məlik Məmmədin keşiyi çəkdiyi alma misalı ki var idi, sən o alma misalın səbirlə, şuurla, davamlı şəkildə öz elmi və aydınlığı ilə oturursan o qapısında. Bu elm həmin o agahlıq və fərqindəlik elmindən gedir söhbət. Bu agahlıq və aydınlığın bir nuru var. Əgər o işıq sönsə, buna bənzəyir bir gün bir oğru gəlir görür ki, ev sahibi şamın yandırıb oturub ibadət eləmək istəyir. Elədir? İbadətlə məşğul olmaq istəyir. Deyir, bu div həmin o şeytan. Gəlir onun şamını söndürür, işığını söndürür. Bir vasitələrin onun çırağını söndürür, işığını söndürür. Bu Arif bir dəfə, iki dəfə axırda bağlayır kitabı da deyir, o ibadət eləyəcəkdi, nə bilim, zikr eləyəcəkdi, qiraət eləyəcəkdi. Nə edirsə qoyur qiraət deyir ki, bir gün qismət öldü, gedim yatım. Elm həmçində o elmdən ki, agahlıqdan ki gedir söhbət. Bir Kəllə və Dəminə kitabı var. 2020-ci ildə biz bu kitabı tərcümə eləmişik Azərbaycan dilinə. Uşaqlar üçün nəzərdə tutulub, müxtəlif heyvanların vasitəsindən ibrətamiz nöqtələr verir bizə. O Kəllə və Dəminədə bir hekayə var. Bir günləri bir şir eşidir, bilir ki, belə bir insan var. Bəs bütün hamıya iddia edir ki, ən üstün mənəm. Şir deyir ki, bəs mən ki bu meşənin, bu cəngəlin ağası mənəm, böyüyü mənəm. Bu insan kimdir axı, gəlsin çıxsın mənim qabağıma? Hələ də insan görməyib bu. Başlayır axtarmağa ki, soruşmağa ki, görüm bu insan kimdir, gedim onu parçalayım. Qabağına bir inək çıxır. Gəlir bundan soruşur ki, insan sənsən? Yox, nə insan, mən hara insan hara? İnsan deyir, 10 dəməni kimi nə dananı, camışı, inəyi bağlayır, deyir, kötana yerin şumladır, südümü sağır, ondan sonra ətimi yeyir, dərimi soyur, mən hara insan hara? Deyir, səndən böyük bir şey, səndən canlı bir şeydir. Deyir, yox, elə canlı bir şey zətdə deyirsən. Nəysə, balaca bir şeydir. Bu şir bundan uzaqlaşır, nəysə gəlir bir dəvə görür. Nəysə, dəvədən soruşur. Deyir ki, bəs insan sənsən? Deyir ki, yox, mən hara insan hara? Deyir, məni kimi yüzün deyir, düzür deyir, karvana deyir, öz yükünü daşıyır, özü minir, yükün mindirir, südümü sağır, ətimi yeyir. Axır ki, nəinki hətta deyir özü, balaca uşağına da, 10 yaşlı deyir, uşağına da deyir, ipini verir, o bizi gəzdirir. Deyir, yəqin səndən güclüdür də, səndən yekə bir şeydir o. Deyir, yox, səndən böyük də bir şeydir, balaca bir şeydir. Nəysə, belə bir neçə heyvanları gəzir, gəlir bir yerdən keçəndə görür ki, bir yaşlı kişi ilə bir nəvəsi kəndin kənarında, tarlalarında işləyirlər. Deyir, yəqin ki, bunlar insan olmazlar da, bunlar zəif şeylərdir. Gəlin bunlardan soruşum, görün bunlar tanıyırlar insanı. Gəlib bunlardan soruşum, mən insanı axtarıram. O insan hardan tapa bilərəm? Deyir, insan bizik, nə lazım idi? Deyir, sən hardan insandır? Mən bu qədər səndən böyük məxluqlardan soruşmuşam, heyvanlardan soruşmuşam. Sən hardan insan? Deyir, yox, mən insan, bu da mənim nəvəmdir. Deyir, onda hazır ol ki, biz səndən dava eləyəcəm, sənə göstərəcəm ki, bu cəngəlin, bu meşənin, bu heyvanların şahı kimdir? Sən iddia edirsən ki, ən üstünsənsən. Bu yaşlı kişi deyir ki, ağsaqqal kişi, deyir, yaxşı, səndən icazə alıram ki, hər davanın bir qaydası, bir qanunu var. Mənə icazə verginən bu samavarımı, indi qəfədanı olur, nə olur, bir qabı olur da, onu qaynadım, bir su içeyim, sonra biz aramızda müharibəmizi, davamızı eləyək. Neysə, kişi razı olur. Bu samavardan o balaca çaynikin axır ki, qaynadır, suyun qaynadır. Nəvəsinə deyir ki, qalxın bu ağaca, qalxırlar ağaca. Şir deyir ki, bəs dava eləyəcəkdik biz. Deyir, yox, gəl yuxarı dava eləyək. Şir də ağaca çıxa bilmir də. Nə qədər çıxmaq istəyir, çıxa bilmir. Nə qədər çıxmaq istəyir, çıxa bilmir. O yaşlı kişi nəvəsinə deyir ki, oradan o qaynatdığım o qaynat qəfədanı gətir mənə. Gətirir, yuxarıdan tökür bunun üzünə, gözünə yandırır bunu. Neysə, bu şir qaçır. Qaçır, gəlir öz tayfasının yanına, öz belə deyək də, digər şirlərin yanına, deyir, tapmışam bu insanı. Yandırdı, tökdü məni. Onlar da yığmışlar bu insandan, eşitmişlər adını. Düzəlirlər yola, gəlirlər həmin bu bir şirin göstərdiyi yerə. Gəlirlər, yaşlı kişi ilə nəvəsi təzədən bunu görürlər ki, bir sürü şir gəlir. Təzədən dırmaşırlar ağaca. Deyirlər, gəlin yuxarı davamızı eləyək. Bunlar yenə çıxa bilmirlər. Axırda fikirləşirlər ki, bu üzü gözü yanan şir ki var, onsuz da bu döyüşə bilməyəcək də, yaralıdır hələlik. Bu uzansın yerə, biz çıxaq bunun kürəyinə, birimizin kürəyinə və gedək çataq da bu insana gedək çataq. Elə də eləyirlər. Yəni o birinci gələn şir ki var idi, üzün yandırmışdı, o yatır, bunlar bir çıxırlar onun kürəyinə. Yaşlı kişi oradan nəvəsinə deyir ki, o qəfədanı təzədən gətir mənə. Qəfədan da içində də qalmayıb bilsin. Gətirir təzədən o qəfədanı göstərir o aşağıdakı şirəki, yəni tökürəm də. Həmin vaxt o bir dəfə yanı baxır, bir dəfə dərdini çəkib, qaçır altlarından hamısı yıxılırlar yerə. Burada onu demək istəyir ki, bu elm bir aydınlıqdır ki, biz o şirlərə, biz o divlərə əlimizdən yerə qoymamalıyıq bu agahlığımızı. Bizə verilən ilahi bir nemət ki var, fərqindəlik, agahlıq. O aydınlıq işığın, aydınlıq nurun itirməməliyik. Cihadın digər
divlərlə olan mübarizəsi ibadətlədir. O ki, bayaqları qeyd elədik, əqimus salat, yəni durmaq, icra eləmək. İbadət, yəni zində saxlamaqdır da, diri saxlamaqdır. Bu zində saxlamaq, diri saxlamaq ibadəti istər orucunla, istər namazınla, istər gündəlik yad etməklə. Bunlar hamısı ibadətin növləridir, elədir. Amma deyir, bu ibadətin içərisində sənin ibadətin siddiq olmalıdır. Yəni etdiyin ibadətlər elə sadəcə əyilib qalxmaq yox, siddiq olmalıdır. Siddiq kəlməsi sədaqət kəlməsindəndir. Bir neçə bizim etiqad etdiyimiz, mübarək bildiyimiz şəxsiyyətlər var. Sifətlərindən də biri buydu. Siddiqə idi. Necə siddiqə idi? Yəni ibadətlərində, bəndəçiliyində, etdiklərində riyası yox idi. Elədir? Riyası yox idi, bu o demək idi ki, bəzən biz bir davranışlar edirik. Məsələn, istər elmi sahədə bir görüşlər keçiririk ki, məni orada alqış eləsinlər və yaxud da məni yaxşı bilsinlər, desinlər ki, bəh-bəh nə gözəl. Yəni bəzən bəh-bəhlərə görə danışırıq. Bəzən övladıma nəsihət edirəm buna görə ki, istəyirəm özümü kopyalayam. Mənim özümdə bir travmalar var. Mənim özüm yaşamadığım bir dünya var. İstəyirəm təhmil eləyəm o uşağa. Yəni heç də bu elədiyim bir siddiqcəsinə deyil. Yəni xalisanə Allah üçün deyil bəzən. Səmimi deyiləm. Bəzən gülüşümdə, bəzən verdiyim sevgidə, eşqdə siddiq deyiləm bəzən. Yaxşı, necə eləyim mən siddiq olum əməllərimdə? Yalnız İyyəkə nə'budu və İyyəkə nəstəini icra eləyim gündəlik həyatımda. Ki o zaman olsun mənim əyilib qalxmaqlarım, mənim nəfəsim, mənim zikrim, yatmağım, yeməyim, içməyim olsun ibadət və bu ibadət həmin o səbrlə əmələ gəlir ki, həmin o divlərlə mübarizədədir. Bir çox hallarda biz elə bilirik ki, məsələn, o ki qeyd elədim, nəfslə. Biz əslində bu nəfsdə ilişib qalmışıq. Şeytan bəzən heç bizim sırağımıza gəlmir. Yəni bizim işimiz elə o birinci mərhələdə nəfslə mübarizədədir. Yəni hələ də o nəfsdən keçə bilməmişik ki biz. Yəni ilkin məqamlar ki var idi, ibtidai mövzular, sabitləşmək idi, mübəddil, yəni davamlı transformasiya olmaq idi. Davamlı mən inanam ki, dəyişməyən yeganə şey dəyişməyin özüdür. Davamlı hərəkətdə olan və dəyişəm, inkişaf eləyəm, mübəddil və əbdal olam. Və eyni zamanda bu dünyada olan bütün canlılar, mən də bir ekosistemin parçası olam. Məndən bu dünyaya nəinki ziyan, məndən bu dünyaya xeyir gəlsin. Eyni ilə su kimi, torpaq kimi, günəş kimi, ağac kimi, dağ kimi. Mən də çevrim olum bunların bir parçası. Orada özümü islah eləyəm və gələm çatam, elə ki o nəfsi islah eləyə bildiyim, ondan sonra döyüş oradan sonra başlayır da, cihad oradan sonra başlayır ki, gələm indi divlərlə də mübarizə aparam. Bu divlər də nədir? Bu divlər də olardı ki, daha çox vəsvəsiyə səbrimlə dözə bilim, agahllığımla, fərqindəliyimlə. İbadətimdə, bəndəçiliyimdə, davranışlarımda siddiq olam, səmimi olam, sədaqətli olam və daha sonra zöhd. Bu zöhd də övliyalara məxsusdur. Allah burada olan bütün cəmi övliyalardan eləsin və ya övliyalardan məşhur eləsin. Zöhd kəlməsi nədir? Zöhd kəlməsi tərki dünya deyil ha. Zöhd kəlməsi, yəni mən istəyirəm gözəl içəcəyim olsun, gözəl evim olsun, amma olmasa özümü bədbəxt hiss eləmirəm. Mən istəyirəm gözəl yerlərə səfər eləyim, gözəl yerlərə məsələn gəzməyə gedim, gözəl maşınım olsun, gözəl həyatım olsun. Amma olmasa mən özümü əsir eləməmişəm. Yəni onlardan bir vəsilə kimi istifadə edirəm. Eynilə bir gəmi kimi ki, bir qayıq kimi suyun üzərində olanda hərəkət eləyir. Əgər su onun içərisinə dolsa, batacaq. Yəni bu nemətləri, bütün dünya nemətləri mənim altımda məni hərəkət elətdirə biləcək. O mənim içimə dola bilsə, yəni onun üçün yaşasam, əgər mənim istədiyim olmursa, özümü bədbəxt eləyəcəm. Falan universitetə girmək istəyirdim, girə bilmədim. Falan kəslə ailə həyatı qurmaq istəyirdim, qura bilmədim. Elədir. Olmasa bədbəxt olmayam. Bütün gözəllikləri istəyirəm, olmasa da olmayıb. Var ilə zöhd. Bu zöhdə aiddir övliyalara, yəni Allah dostlarına ki, Allah hər birinizi o azadlığı nəsib eləsin. Yəni bütün bağlardan qopa bilir. Özünə halqa vurmur, bağlamır. Bütün o zincirlərdən xilas eləyib özün. İllah da bu olmalıdır, illah da filan yerdə olmalıyam, illah da filan şey olmalı, yox. Mən istəyirəm, mən arzu edirəm, olacaq nə gözəl, daha gözəl şükürlər eləyəcəm. Olmayacaq ki, yenə də şükürlər eləyəcəm Allaha. Yenə də mənim vəzifələrim var, işlərim var, onları icra eləyəcəm. Belə deyil ki, küsüb gedəcəm, qaçıb gedəcəm. İbn Ərəbi nəfsi yox edilməsi yox, izah eləyir ki, cihadla bağlı bir ilahi şuura transformasiya olmaqdır. Sohrəvərdi fəlsəfə-i işraqda nur fəlsəfəsinə deyir ki, nurun zülmət üzərində parlamasıdır. Elə ki, zülmət və nur qarşı-qarşıya gəldi, o zülmətdə parlayan nurdur, deyir cihad. Yəni biz davamlı olaraq o
Cihad nurun səpməliyi həm öz dünyamızda, batini dünyamızda, həm övladımda, ailəmdə. Yəni ona bir hüquqlar, bir haqlar tanımalıyam ki, o da bəzən etiraz edə bilsin. Bizim birinci məqamımızın hissəsindəki var idi. Ağzın üstündən vurmayım ki, yəni hələ indidən öyrətməyim ki, kəs səsi, sən etiraz eləmək kimi bir haqqın yoxdur, öz hüquqları demək kimi bir haqqın yoxdur. Yəni cəmiyyətə məzlum övlad təhvil verməyəm. Bu yeniyetmənin, xüsusilə də yeniyetmələrin 13, 14, 15, 16 bu yaşların etiraz edən vaxtlardır. Bəzən səfərə getmək istəyirsən, uşaq səninlə gəlmək istəməyəcək. Bəzən yeməyin tək yemək istəyəcək. Axır ki, məcbur eləməsən, ona şəxsiyyət verəsən, hüquq verəsən, haqq verəsən. Yəni indidən ona öyrədəsən öz hüquqlarını tanımağa, bilməyə, hüquqları üçün etiraz eləməyə. Çünki belə-belə onda şəxsiyyət formalaşacaq. Bizdə formalaşdırmayıblar. Bizdə vurublar ağzımızın üstündən. Qızsan qız yeri bil, elədir. Kəs səsi, sən danışma. Böyüyün yanında belə söz demə. Axır ki, bu sözlər. Adını qoymuşuq. Adını qoymuşuq, indi mentalitet qoymuşuq. Müxtəlif şeylər qoymuşuq. İcazə verək. Heç olmasa onlarda özümüz də balaca. Biz indi biraz qorxaq böyümüşük də. Qorxaq böyümüşük bu cəhətdən ki, keçmişimiz də bizə təsir göstərdi axı. Balaca heç olmasa etiraz eləməyi öyrənək. Bu etirazda üzərində qalmaq üçün yox. Qeyd elədiyimiz kimi, bağışlamaq kimi də bir haqqımız var bizim. Əvvəl haqqımızı əldə edək, sonra bağışlayaq. O bağışlamaq da fərqli bir leveldir, fərqli bir keyfiyyətdir ki, özünə inamdan, özünə güvəndən formalaşır. Mən əvvəl əldə edirəm, sonra bağışlayıram. Forgiveness edirəm. Mövlana deyərdi ki, eşqlə nəfsin tərbiyəsinin adını qoyardı cihad. Deyir, cihad sevgi və eşqlə mübarizə aparılan cəhd ilə, çalışqına. Gördüyün hər işi. Gedmirsən məsələn təbiətin qoynuna, yerdə plastik qablar görürsən, məsələn durub yeri göyü söyməkdənsə, eləyə bilirsənsə bir klok götürəkdən bir 10 dənə, 15 dənə zibil götürən bir təbiətə xidmət elə. Və bunu da bunun üçün eləməklə ki, məni alqışlasınlar. Məsələn gedib o zibili atanda 10 nəfərə deyim ki, heyvan adamlar da gəlirlər, yeyirlər, silə tökürlər. Yəni sadiqcəsən, siddiqcəsən bu müamiləni özümlə edirəm, Rəbbimlə edirəm bu müamiləni. Hamıya dad çəkmirəm ki, bax, mənə bax 2 dənə klok götürdüm, mən təmizlədim. Eşqlə deyir nəfsi tərbiyə elə. Biz bunu müasir psixologiyada yönəldəndə Viktor Franklin logoterapiyasında görürük ki, məna uğrunda mübarizədən danışır. Biz bu kitabı oxumuşuq və Telegram səhifəsində səs yazılarımız var. Görmüşük ki, o əsrlikdə öz mənası uğrunda necə mübarizə aparır. Öz məqsədi üçün, azadlığı üçün bir sevgilisinə, biri övladına, biri həyat yoldaşına, biri aparacağı təhqiqatlara, bir arzusuna, bir xəyalına özü üçün təyin etdiyi o məna ki var, həmin o mənəviyyat anlayışıdır. Onun uğrunda necə mübarizə aparır? Viktor Franklin nəzəriyyəsində cihad budur. Carl Gustav Jung da analitik və bir növ psixoanalitik mövzularda yenə də biz bunu kölgə ilə davamlı bir mübarizə kimi görürük ki, individuallaşma getməlidir. Sən davamlı o qaranlıq olan tərəfindən, kölgə düşən tərəfindən işıq tərəfi ilə yansıtmasını görməlisən. Bu proses səndə davam eləməlidir, inkişafına doğru, hərəkətinə doğru. Abraham Maslow'un iyerarxiyasında, humanist psixologiyasında biz bunu o piramidanın sonuncu mərhələsi, self-actualization, özünü aktuallaşdırma mövzusunda görə bildik ki, ibtidai ehtiyaclardan necə üzü yuxarı doğru hərəkət edə bilir. Və bu üzü yuxarı doğru hərəkət eləmək həmin o cəhdin və cihadın nəticəsində əmələ gəlir ki, mən keçə biləm bioloji ehtiyaclardan, psixoloji ehtiyaclardan və gəlib çata biləm o daxili ehtiyaclarıma. Nə ilə? Cihadla, davamlı cəhd eləməklə. Burada Aqil Əhməd də deyir ki, xülasə olaraq, cihad düşməni məğlub etmək deyil, öz daxilindəki xaosu, böhranı, içində gedən çaxnaşmanı, birinci sülh eləmək, sonra da nizama salmaqdır. Hər birinizin qəlbində o ilahi sülhü arzu edirəm. İlahi, tövbə edirik qorxduğumuz hadisələrə görə, qorxaraq etiraz etmədiyimiz günlərə görə tövbə edirik. İlahi, tövbə edirik buna görə ki, sən cəhddə, sən bir bərəkət vermirsən ki, bu quşlar, bu həyat toyuqları hamımız görmüşük də, məsələn yumurtalardan istifadə eləmişik. Əgər ona icazə versək, bəzən onlar məsələn müxtəlif fəsillərdə fərqi yoxdur. Yayda, payızda, qışda ara dilindən desək qırt düşürlər, kord olurlar, yəni yumurtaların üstündə yatırlar. Həmin o bizdən qorxan o ev toyuqları gedir oturur yumurtasının üstündə məsələn 20 gün, 21 gün. Həmişə dəni görüb qaçan, artıq yemək yemir. Məsələn, soyuq vaxtlarda əgər diqqət eləmisinizsə, günlərlə bəzən yemək yemir ki, üzərində oturduğu yumurtasının
İstiliyi düşməsin deyə. Hərdən birdən gedər bir iki dənə dəndən sundan isə tez qayıdar gələr oturar yenə yumurtalarının üstündə. Təzədən yenə oturar yumurtalarının üstündə ki, soyumasın birdən. Tükü tökülər, zəifləyər. O 20 gün qurtarandan sonra bilmirəm fikir vermisiniz ya yox, mütləq fikir vermisiniz. Bəzən diqqət eləmirik. O 20 gün bitəndən sonra, yəni o bir cəhd elədi, o bir səbir göstərdi, özünə bir şeyi vacib elədi, üzərində qaldı. Bu səbrin, bu cəhdin bəhrəsi neçə dənə şey olur? Mən birin ikisini deyəcəm mən və görüşümüzü tamamlayacaq. Onlardan da biri şücaətdir, cəsarətdir. Həmin o hamıdan qorxan, nə bilim, dən verən kimi gələn, artıq balalarına yaxınlaşanda qanadlarını qabağa verir, insandan qoruyur, pişikdən qoruyur, hansı ki o pişikdən qorxan, tülküdən qorxan, özün verir qabağa, müdafiə eləyir. Bu həmin o səbrin və cəhdin məhsuludur ki, Allah təbiətlə bizə göstərir. İlahi bizə o qorxduğumuz yerlərə görə tövbə edirik, sənə sığınırıq. Bizə icazə ver nəfsimizlə, içimizdə olan düşmənlə və eyni zamanda o divlərlə mübarizə aparmağın qəhharlığın ver, səbrin ver və həmçində elmin və agəhlığın ver. İlahi Pərvərdigaram, bu gecələrin mübarək mövludun sahibəsi xatirinə bizləri övliyaullahlardan o yolda qərar verir ki, bizlərə duaçı olsunlar, bizlərə mehman eləsinlər. Öz üzərimizdə, nəfsimizin üzərində bizə çalışmağı, işləməyi, bizə davamiyyət ver, intensivlik ver. Yorulmayaq, usanmayaq. Bu yolu eşqlə getməyə bizə nəsib et. Eşq də o zaman gəlir ki, bizə agəhlıq verəsən. Bizə qısa müddətli ləzzətlərdən imtina etməyin ləzzətin bəxş et, İlahi. Bizə o aydınlığı ver ki, bu dünya ləzzətləri bir çox hallarda qısa müddətlidir. İçəcəyim bu gözəl, ən bahalı şey, yeyəcəyim ən bahalı tort, ən bahalıları bəzən müvəqqəti ləzzətlərdir. İlahi, o müvəqqəti ləzzətlərdən keçməyin ləzzəti mənə daddır, bizə də. Gecəniz və gündüzünüz xeyirlə olsun, eşqlə olsun, ilahi aramlıqla olsun. Qəlbinizə və iç dünyanıza o sülh gəlsin, o aramlıq gəlsin ki, daha sonra nəzmə nizama sala bilək bu cihad nuru ilə. Cihad həftəmiz mübarək olsun, cihad meydanımız mübarək olsun və cihad məqamımız mübarək olsun. İnanıram ki, yoldaşlarımız öncəki meydanları da təkrar edir. Bəzən o meydanlarda həftələrlə, aylarla qalmaqla, təkrar etməklə bizim həyat tərzimizə çevirməyə nəsib edər inşallah. Allah'a emanet olun, gecəniz və gündüzünüz xeyirlə olsun inşallah.